Heh. Bir. 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 Bir iki.
Salam, əziz Ağcabədillər, rayonumuzun əziz sakinləri və hörmətli rayon rəhbərliyi, bahar təravətli, Novruz ətirli bu gözəl gündə hər biriniz ürəkdən salamlayırıq. Səbirsizliklə gözlədiyimiz hər evə şadlıq, xalqımıza sonsuz bayram sevinci yaşadan müqəddəs Novruz öz qədəmləri ilə yurdumuza ayaq bastı yenə. Hər birinizi ürəkdən təbrik edirik, əzizlərimiz. Bildiyiniz kimi, ötən il, yəni 2023-cü il, Azərbaycanda Heydər Əliyev ili idi. Ulu öndərimizin 100 illik yubileyi və Heydər Əliyev ili çərçivəsində Respublikamızın hər yerində, o cümlədən Ağcabədidə silsilə tədbirlər keçirildi. Və bu tədbirlər zamanı gənc nəsil, dahi liderimizin Azərbaycan üçün misilsiz gələcəyimizə hesablanmış siyasətinin ideyalarının nə qədər uğurlu olduğuna şahidlik etdi. Bəli, ulu öndərimizin siyasəti, onun layiqli davamçısı, ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. İnkişaf, tərəqqi, nailiyyət bütün bu sahələrdə özünü göstərməkdədir. 2020-ci ildən etibarən xalqımızın hər il noyabrın 8-i Zəfər gününü qeyd etməsi isə sözlə təsvirə gəlməz bir sevincdir və bu qələbəni bizə yaşadan böyük sərkərdə Ali Baş Komandan Cənab İlham Əliyevə və onun dəmir yumruğu ətrafında birləşən Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə borcluyuq. Əlbəttə, qələbə tək bununla bitmədi. 2023-cü ilin sentyabrında keçirilmiş bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bugün artıq bütün əlamətlər günlər Şuşada, Laçında, Xankəndidə, Xocalıda, bir sözlə ölkəmizin hər yerində keçirilir. Bir gürültülü alqışlar gəlsin. Bəli, bunun bariz nümunəsi 2024-cü il fevralın 7-sində keçirən prezident seçkiləridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə idi ki, seçkilər bütün bölgələrimizi əhatə edirdi. Və əlbəttə ki, qalib ölkənin, qalib xalqı, qalib liderə səs verməklə öz sabahına, gələcəyinə, inkişafına, tərəqqisinə, yeni qələbələrə səs vermiş oldu. Eşq olsun ulu öndərimizin davamçısı, xalqımızı bir yumruq ətrafında birləşdirən Prezident İlham Əliyevə. Bugün elimizin qədim və ən əziz bayramı olan Novruz bütün Azərbaycanda qeyd edirik. Bundan böyük xoşbəxtlik varmı? Qeyd edildiyi kimi, bugün ölkəmizin hər yerində bayram şənlikləri keçirilir. Eləcə də bizim doğma Ağcabədimizdə. Bu gözəl gündə Ağcabədi rayon icra hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə sizin üçün rəngarəng konsert proqramı hazırlanmışdır. Novruz bayramı hər bir Azərbaycanlı üçün ən əziz bayramdır. Bu milli bayramın əsirliklər və milliliklər yola salması onu digər bayramlardan fərqləndirir. Novruz təbiətin canlanması ilə fəsillərinin yerinin dəyişməsini bildirir. Demək ki, il təzələnir. Milli mənəvi sərvətimizin siyasına daxil olan Novruz bayramı Türk xalqlarının yeganə bayramıdır ki, bu əziz günlərdə böyüklük kiçikli hər bir kəsin qəlbinə bir bahar təravəti, yaz duyğuları, coşqunluq, yüksək əhval-ruhiyyə dolur. Elə bugün bu meydanda da eyni əhval-ruhiyyə hiss olunur. Və belə məqamda el obamızın müdür kəxsaqqalı, Dədə Qorqudun xeyir dualarını almaq, gözəl göyçək bahar qızın təbriklərini eşitmək hər birimizin arzusudur. Alqışlarınızla Dədə Qorqud və bahar qız meydana təşrif buyurur. Bir ürəkdən alqışlayaq.
donlum yer basmayıp yeriye. İnce donlum yer basmayıp yeriye. Başım yaktı, evim taktı sevgilim. Başım yaktı, evim taktı sevgilim. Evden çıkıp yürüyürəndə sərbi boylum. Badam yersən boynu görünər ince belli. Qarşısına qanlamış tək al yanaqlım. Qarşısına qanlamış tək al yanaqlım. Her birinizi bahar bayramı münasebetiyle sevgilerle tebrik edirik. İnce donlum yer basmayıp yeriye. İnce donlum yer basmayıp yeriye. Başım yaktı, evim taktı sevgilim. Başım yaktı, evim taktı sevgilim. Evden çıkıp bir günende serbi boylum. Badam yersen boynu görmer ince bellim. Karşısına kanlanmış kal yanarlım. Toprağında sarmaşanda kara saçlar. Şabadan sığmayan aramızı. Şabadan sığmayan aramızı. Yarısına kanlanmış tek al yanarlım. Yarısına kanlanmış tek al yanarlım. Evden çıkıp yürüyene serbi boylum. Badam yersen boynu görmer ince benim. Topuğunda sarmaşanda kara saç var. Topuğunda sarmaşanda kara saç var. Güzelim, sevgilim, adaflım. Teşekkür ederim. Her birinizi yürekten salamlayıram. Benim əziz nəvələrim, nəticələrim. Sabahınız xeyirli olsun. Gününüz uğurlu olsun. Min illərdir zamandan keçib sizlərə tərəf yol gəlirəm. El, oba dolaşıb bugün sizin görüşünüzə gəlmişəm. Novruz xalqımızın ən əziz, ən müqəddəs bayramıdır. Qoy bu bayramda süfrələrimiz ruzili, bərəkətli, canınız sağ olsun, ocağınız yanar olsun, suyunuz akar olsun. Hər birinizi Novruz bayramı münasibətilə təbrik eləyirəm. Uzun ömür, can sağlığı arz eləyirəm. Bayramınız mübarək olsun. Sağ olun. Sağ olun. Novruz bayramı ürəkdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq dillərinin möhkəmlənməsi,
Onların bir-birinə qayğı və diqqətinin artması üçün gözəl zəmin yaradılır. Bu Novruz hər birinizin evinə sevinç dolu günlər gətirsin. Süfrəniz bərəkətli, ürəyiniz sevinçli olsun. Bahar bayramınız mübarək. İndi isə təbrik və bayram tonqalının yandırılması üçün Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovu meydana dəvət edirik. Hörmətli Ağcabədlilər, hörmətli cəmaatımız. Bugün əzəl tarixdən bütün Azərbaycanlıların ən sevinçli, ən xoş günüdür. Və biz bugünkü günü, məhz bugünkü günü düz 30 il gözləmişik. 30 il gözləmişik ki, Azərbaycan bütövləşəcək, Azərbaycan öz tarixi ərazilərini bərpa eləyəcək və bundan sonra Azərbaycanın bütün güşələrində arzuladığımız kimi Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında və digər işğalda olan ərazilərimizdə öz bayram tonqallarını yandıracaqlar. Və biz bu arzumuza çatmışıq bugün. Bu arzumuza bizi çatdıran, bugün də, bugünkü bayram günündə çox böyük bir mütəşəkkilliklə bugünkü bayramda iştirak edən şəhid ailələrimiz buradadır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Və bütün bu tələbələri bizə bəxş eləyən Ali Başkomandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə bütün xalqımız adından, cəmaatımız adından, Qarabağlılar adından minnətdarlığımızı və böyük təşəkkürümüzü çatdırırıq. Məhz bugünün ilk dəfə Azərbaycanın sərhədləri daxilində, bütün ərazilərdə, Xan kəndində, Ağdərədə, Xocalıda bayram tonqallarının yanması bütün Azərbaycan xalqının ən böyük arzusu olub və biz bu arzumuza çatmışıq. Bu il bahar ruzi ilə, bərəkətlə gəlir. Bu ilin öz bir düşərli günləri var. Biz keçən ilin sentyabrında antiterror əməliyyatı ilə Qarabağın işğal altında olan digər ərazilərini də, bizim təsirimiz dairəsindən kənarda olan Xan kəndini də özümüzə qaytara bilmişik. Və biz bu günləri Xan kəndində futbol oyunlarının şahid oluruq, paradımızın keçirilməsini görürük və ilk dəfə bugün mənə də xəbər elədilər, belə bir şad xəbər aldım. Orada tikilən bir, onların deyək ki, Milli Məclisinin tikintisi gedirdi, o yeri sökülüb, indi onun yerində bu günləri bayram tonqalları yandırılacaqdır. Və məhz ona görə seçilib ki, bu Azərbaycanlıların bir arzusuydu ki, və ki, Xan kəndində də bizim bayraqlarımız qalsın, tonqallarımız yansın. Bugün də onun biz şad xəbərlərini alırıq. Azərbaycanda 7 fevralda Azərbaycan Respublikasının növbədən kənar prezident seçkiləri keçirildi. Bu prezident seçkiləri onsuz da hamının bildiyi, hamının sevdiyi bir namizədin, bir qalib ölkənin, qalib sərkərdəsinin seçimi ilə başa çatacaqdı və bundan artıq, amma seçki bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz prezidentini, öz liderinə nə qədər sədaqətli və onu nə qədər sevir. Və insanlar axın-axın o məntəqələrə gəldi və bütün dünya göstərdilər ki, xalq prezidentlə bir yerdədir. Xalq cənab prezidentin arxasınca gedir. Və bu şərəf bizə ulu öndərdən qalan bir vəsiyyətin yerinə yetirilməsi ilə tamamlanır ki, o da Azərbaycanın bütün işğal altında olan torpaqlarının cənab prezident tərəfindən azad olunması, ordumuz tərəfindən azad olunması, orada öz qanını, canını vermiş şəhidlərimizin və qazilərimizin
şücaəti nəticəsində bugün biz vahid və bir öz sərhədlərimiz daxil olan ölkəmizin bayramını qeyd edirik. Biz Ulu Öndərin vəsiyyəti vardı və keçən il məhz Heydər Əliyevin idi. Cənab Prezidentin fərmanı ilə Heydər Əliyev ilə elan olunmuşdu və bu Heydər Əliyev ili ölkənin hər yerində uğurla keçirildi. Ben fürsətten istifadə edib bütün burada iştirak edən və iştirak eləməyən bütün Ağcabəndliləri, Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir. Hamımıza möhkəm can sağlığı, ailə saadəti və bütün arzularımıza, muradlarımıza Novruzda çatmağımızı arzu edirəm. Və Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Ağcabənddən də bir grup şəxs Heydər Əliyevin 100 illiyi münasibətilə medalı ilə təltif olunmuşdur. İcazənizlə fürsətdən istifadə edib o medalları təqdim edərdim. Əliyev Əli Qaryağdıoğlu, Yeni Azərbaycan Partiyasının veteranı. Cənab Prezidentin çok büyük Səlimov Mahir Məmmədəlioğlu. Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Hüseyin Rafik İsrafiloğlu da Cənab Prezidentin fərmanı ilə bu medala layiqdir. Hamınızı bayramınızı bir daha təbrik edirəm. Gelsin. Odağımız həmsə belə gür. Belə yanar olsun. Bir gürültülü alqışlar. Əziz tədbir iştirakçıları, indi isə bayram konsertimizə başlayırıq və elə ilk olaraq məlahətli səsi ilə Həvva Əmrahovanı səhnəmizə dəvət edirik. Çox sağ olun, bayramımızı təbrik edirəm. Bayramımız mübarək olsun. Eşq olsun.
sen bakarsan, rüyalarda sen bakarsan, bence gülüm rüyalarda derdi gibi unutarsan, derdi gibi unutarsan. Bahar yurda gelende, 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 lale biter çemende, çemende, çemende. Görüşerik seninle, seninle, seninle. Kara kuşlar gelende, gelende, gelende. Bahar yurda gelende, gelende, gelende. Lale biter çemende, çemende, çemende. Görüşerik seninle, seninle, seninle. Kara kuşlar gelende, gelende, gelende. Kışla bahar bir olar mı? Akan seller durular mı? Gönül vehbil vurular. Güldür gülün nefesindi, neden ruhum nefesindi. Sevgi hayat hevesiydi. Bir de yaşık olma gülüm, yan tanının olma gülüm. Bir de yaşık olma gülüm, yan tanının yolma gülüm. Canların merhabası, yeter ki sen solma gülüm. Canların merhabası, yeter ki sen solma gülüm. Solma gülüm, solma gülüm, solma gülüm. Bir an bile benden ayrı kalma gülüm. Solma gülüm, solma gülüm, solma gülüm. Bir an bile yardan ayrı kalma gülüm. Solma gülüm, solma gülüm, solma gülüm. Bir an bile benden ayrı kalma gülüm. Solma gülüm, solma gülüm, solma gülüm. Bir an bile yardan ayrı kalma gülüm. Çok sağ olun, bayramınız mübarek olsun. Novruz gülü gözlerini körpə kimi açdı yenə. Güneylərə, quzeylərə öz ətrini saçdı yenə. Keçdi bulud qalaqları, güldü vətən torpaqları. İlk baharın dodaqları təbəssümlə qasdı yenə. Al geyinir el baharda, şirvan, muğan, mil baharda. Güzel olur ilk baharda, nəğmələrim coşdu yenə. İstedadı coşub çağlayan gənc ifaçımız Mir Həsən Həsənovu səhnəmizə dəvət edirik. Teşekkür ederim, çok sağ olun. Başta Rafi müəllim olmaqla bütün arzuverdiler. Hər birinizi bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bayram gəlir elimə, elimizə, nəğmə düşür dilimə, dilimizə. Bayram gəlir elimə, elimizə, nəğmə düşür dilimə, dilimizə. Könlüm gülür, elim gülür, gülür gözlər yarım, çalır parım, çalır sazım, gülür eller gülür. Könlüm gülür, elim
yar çalır tarım çalır sazım Gülür eller gülür Azerbaycanı gülür Her yan gül çiçek gül çiçek Elvan gül çiçek gül çiçek Her yan gül çiçek gül çiçek Elvan gül çiçek gül çiçek Gönlüm gülür elim gülür Gülür gözler yar çalır tarım çalır sazım Gülür eller gülür Gönlüm gülür elim gülür Gülür gözler yar çalır tarım çalır sazım Gülür eller gülür Azerbaycan gülür Zahmet çekip hünerle min eller Alçak tutup el için kız gelirler Zahmet çekip hünerle min eller Alçak tutup el için kız gelirler Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Azerbaycan gülür Her yan gül çiçek gül çiçek Elvan gül çiçek gül çiçek Her yan gül çiçek gül çiçek Elvan gül çiçek gül çiçek Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Azerbaycan gülür Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Gönlüm gülür elim gülür Gülür gözler yarım çalır tarım çalır sazım Gülür eller gülür Azerbaycan gülür Gülür eller gülür Azerbaycan gülür Teşekkür ederim. Var olasınız. Mərdlik, döyüşkənlik, mübarizlik bu xalqın ruhunda, canındadır. Və bu əlamətlər folklorumuzda, şeirlərimizdə, dastanlarımızda, musiqimizdə də hər zaman özünü göstərir. Cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edən cəngi havası da buna misaldır. İndi isə istedadlı bir xanımı, nəfəsli musiqi alətinin gözəl ifaçısı Minayə Laçınlını səhnəmizə dəvət edirik. Bir gürültülü alqışlar.